62-ci Münxen Təhlükəsizlik Konfransı planetin dönüş nöqtəsində keçirilir. Əslində, ötən ildə Münxendən təxminən eyni məzmunlu fikirləri səsləndirirdi. Ancaq bu il baş verənlərə nəzər yetirdikdə aydın olur ki, ötən ilkilər jurnal idi, kino qabaqdaymış. Ənənəvi ittifaqlar dağılır, siyasi, iqtisadi ziddiyyətlər dərinləşir və hətta hərbi toqquşmalar bir-birini əvəz eləyir. Və bütün bunlar planetin gələcəyinə ciddi təhdid yaradır. Münxen Təhlükəsizlik Konfransı 60-cı illərdən etibarən məhz bu binada keçirilir. Bu dəfəki 62-ci konfransda dünyanın 50-dən artıq ölkəsindən dövlət və hökumət başçıları iştirak edir və indi media mənsubları da onları qarşılamaq, suallarına cavab almağa çalışırlar bu xalça qarşısında. Liderlər burada Avropanın təhlükəsizliyi, müdafiəsi, eyni zamanda transatlantik məkanda münasibətlərin dəyişən xarakteri, yaranmış təhdidlər və ondan çıxış yollarını axtarırlar. Alman mediası Münxen Təhlükəsizlik Konfransı qədər Rusiya-Ukrayna münaqişəsinə də yer ayırır. Məsələn, bugünkü nəşrlərdən birində Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump'ın Ukraynadan ağırlı güzəştlər gözləntisi mövzusuna manşetdə yer verilir. Prezident İlham Əliyevin Almaniya işgüzar səfəri Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində bir sıra iki tərəfli görüşləri də nəzərdə tutulur. Həmin görüşlərdən bəziləri məhz bu otaqda keçiriləcək. Prezident İlham Əliyev görüşlərin və müsahibənin təşkil olunacağı məkana təşrif buyurur. President, only one question, please. Sorry, but we don't have time. Also wir hatten gerade ein sehr gutes Gespräch mit dem Präsidenten. Biraz əvvəl prezidentlə çox səmərəli görüş keçirdik və vacib məsələləri ətraflı müzakirə etdik. Vəziyyət əsaslı şəkildə dəyişib. Sülh prosesi nəticəsində Azərbaycan üçün tamamilə yeni imkanlar yaranıb. Belə ki, Türkiyədən Ermənistan və Azərbaycan üzərindən Mərkəzi Asiyaya uzanan yeni nəqliyyat və ticarət bağlantısı formalaşır. Eyni zamanda siyasi iradə mövcuddur ki, Azərbaycan həm Türkiyə, həm də İsraillə yaxşı münasibətlərini davam etdirsin. Ermənistanla sülhə nail olsun və bununla da regionun əsas dövlətlərindən birinə çevrilsin. Bir qədər sonra isə Prezident İlham Əliyev Frans 24 telekanalına müsahibə verəcək. Fransa televiziyasını bu müsahibədə Mark Pellerman təmsil edəcək. Qeyd eləyək ki, bu Azərbaycan liderinin Frans 24 telekanalına növbəti müsahibəsidir. Bundan əvvəl 2020-ci ildə 2-ci Qarabağ müharibəsinin gedişində və 2021-ci ildə Azərbaycan liderinin bu televiziyaya müsahibələri baş tutdu. Hello. Hello. Siz Fransa televiziyasındansınız. Mən Azərbaycan televiziyasından. Müsahibə barədə soruşmaq istərdim. Bizim prezidentimizlə hansı məsələləri müzakirə edəcəksiniz? Well, I guess main areas will be obviously the regional situation. Əsas mövzular regional məsələlər olacaq. Armenia after Ermənistanla münasibətlər, xüsusilə son hadisələrdən sonra vəziyyət müzakirə olunacaq. To the region.
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət edilməsi təsadüfi deyil. Azərbaycan Avropanın ona dək ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda ölkəmiz qoza qitənin enerji təhlükəsizliyində müstəsna rol oynayır. Digər bir tərəfdən Azərbaycanın yerləşdiyi bölgədə yaratdığı sülh və sabitlik bütün dünyada diqqətlə izlənilir.